Gürcüstanda, elə də bizim bölgəmizdə yerli özünü idarə etmə seçkiləri keçirilir və bu seçkilərə bizim Güclü Gürcüstan 9 nömrə komandası tam hazır şəkildə özümüz və komandamız olaraq xalqla birlikdə tam hazır şəkildəyik və sabah artıq bu seçkilərdə biz böyük əksəriyyəti xalqın bizə səs verəcəyinə biz böyük ümidlə yanaşırıq. Demək olar ki, seçki kampaniyası artıq bir aydan çoxdur ki, bizim tərəfimizdən intensiv surətdə davam etdirilirdi. Bu bir ay ərzində biz bir çox problemlərlə qarşılaşdıq, bir çox çətinliklərlə qarşılaşdıq. Bu çətinlikləri əlbəttə ki, bizə və xalqımıza qarşı yaradan bugünkü Gürcü arzusu hakimiyyəti idi. Bir ay ərzində çox çalışdılar ki, bizi mübarizədən döndərsinlər. Bir ay ərzində çox çalışdılar ki, bizim nümayəndələrimizi, bizim seçkidə olan komandamızı sındıra bilsinlər. Amma çox təəssüflər olsun ki, müəyyən insanları bacardılar etməyi. Amma ümumilikdə bu bütün etdikləri bu kampaniya, bütün bu metodlardan istifadə etmələr heç bir təsirini göstərə bilmədi. Bizim bugün mübarizəmiz sonuna qədər gətirdik və mübarizəmiz bugün də davam edir.